Ümid itdiyi zaman dünya ağırlaşır. Gecələr daha uzun görünür. İnsan öz qaranlığında itir, gələcəyi uzaq və əlçatmaz sayır. Ramazan isə ümidin ayıdır. O qəlbləri oyadır, ruhu dirildir, insanı öz gücünü xatırlamağa çağırır. Oruc sadəcə azlığı yox, ruhun susuzluğunu da susuz qoyur. Dua, ibadət və paylaşım insanın qaranlıq qəlbini işıqlandırır. Bu ay insana göstərir ki, ümid heç vaxt tükənməz. Ümid insanı var və daha güclü edər. Bəli, əziz izləyicilərimiz, bugün biz Ramazan ayı və ümid haqqında danışacağıq. Studiyamızın çox dəyərli qonağı ilə mövzumuzu müzakirə etmədən öncə gözəl bir Quran-ı Kərim tilavəti dinləyək, ondan sonra davam edəcəyik. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم أقم الصلاة لدلوك الشمس إلى غسق الليل وقرآن الفجر إن قرآن الفجر كان مشهودا ومن الليل فتهجد به نافلة لك عسى أن يبعثك ربك مقاما محمودا وقل رب أدخلني مدخل صدق وأخرجني مخرج صدق واجعل لي من لدنك سلطانا نصيرا وقل جاء الحق وزهق الباطل إن الباطل كان زهوقا وننزل من القرآن ما هو شفاء ورحمة للمؤمنين ولا يزيد الظالمين إلا خسارا وإذا أنعمنا على الإنسان أعرض ونأى بجانبه وإذا مسه الشر كان يئوسا قل كل يعمل على شاكلته فربكم أعلم بمن هو أهدى سبيلا صدق الله العظيم. Bəli, əziz izləyicilərimiz, bugün Ramazanla dirilişdə biz Ramazan ayı və ümid haqqında danışırıq. Studiyamızın qonağı çox dəyərli alimimiz, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanovdur. Abbas müəllim, xoş gördük. Salam Eldar müəllim, əvvəlcə bu dəvətiniz üçün sizə təşəkkür edirəm.
bütün Dəyər TV kollektivini, eyni zamanda hal-hazırda bizi izləyən hər bir şəxsi Allahın salamı ilə salamlayıram. Və yenə də çox şükür, Allaha sonsuz şükürlər olsun ki, mübarək bir aydayıq, mübarək ayın, Ramazan ayının günlərindən birini yaşayırıq. Allah bizə bu günləri yaşatdığına görə və bizlər də belə bir şərəfə nail olduğumuza görə Allaha sonsuz şükürlər etməmiz lazımdır və edirik də. Bəli, biz də fürsətdən istifadə edib Abbas müəllim sizin Ramazan ayınız təbrik edirik. Ramazan ayında etdiyiniz bütün duaları, bütün ibadətləri Allah öz uca dərgahında qəbul eləsin deyirik. Ümiddən danışırıq. Ramazan ayı əslində bir ümid ayı olaraq qəbul olunur. Çünki insana çox önəmli davranışları, çox önəmli dəyərləri öyrədən bir aydır Ramazan ayı. Xüsusilə də insan psixikasına, insan düşüncə tərzinə, insanın davranışlarına təsir edir bu ayın bizə öyrətdikləri. Sualımız birinci olaraq niyə görə Ramazan ayı məhz ümid ayı olaraq qəbul edilir? Bunu necə dəyərləndirərdiniz? Əslində Peyğəmbər s.ə.v-in həyatına baxdığımız zaman görürük ki, Ramazan ayı gəlməmişdən əvvəl Allahümmə bərik lənə fi Rəcəbə və Şaban və bəlliğnə Ramazan deyə dua edər. Və bu dualarını hər gün qıldığı, yəni Ramazan gəlməmişdən əvvəl Rəcəb və Şaban aylarından hər gün qıldığı namazlardan sonra bu duanı oxuyar. Demək ki, Ramazan ayı digər aylardan fərqlənən və digər aylardan başqa bir mahiyyət daşıyan bir xüsusiyyətə sahibdir. Məhz buna görədir ki, 11 ayın sultanı deyilir Ramazan ayına. Ona görə ki, bilirsiniz, Ramazan ayı elə bir xüsusiyyətə, elə bir keyfiyyətə sahibdir ki, bəlkə də etdiyi günahlardan, uzaqlaşa bilmədiyi mənfi vərdişlərdən, bəlkə də cəmiyyətdəki insanlarla olan ünsiyyətdə etdiyi, buraxdığı səhvlərdən hər zaman peşman olan bir insan üçün Ramazan ayı, necə deyərlər, el arasında bir tabir, ifadə var, göydən düşmə kimi bir haldır. Bu ayda insan o həm mənfi alışqanlıqlarından, həm etdiyi xətalardan, həm insan cəmiyyətdəki insanlarla olan ünsiyyətdə, mənfi ünsiyyətində buraxdığı, etdiyi səhvlərdən dərs çıxara biləcəyi bir aydır. Yəni buna nəyə görə belədir? Çünki tutduğu oruc vasitəsilə, etdiyi ibadətlər vasitəsilə, zikirlər vasitəsilə, bu ayda qıldığı nafilə ibadətlər, təravihlər vasitəsilə və istər-istəməz bunun üzərinə bir də Allahın əmr etdiyi oruc ibadətini, ac qalmaq ibadətini yerinə yetirdiyi zaman insan mənən saflaşır, təmizlənir və bu saflanma, bu təmizlənmə onu doğru, dürüst düşünməyə imkan verir. Və məndən artıq, necə deyərlər, bu günahlardan mən qurtula bilmərəm. Mən bu xətalarımdan uzaqlaşa bilmərəm. İnsanlarla olan ünsiyyətimi düzəldə bilmərəm. Bədbinliyində yaşayan bir insan Ramazan ayının verdiyi ona o imkanlar vasitəsilə, iftarlar vasitəsilə, oruçlar vasitəsilə, cəmaatla qıldığı namazlar vasitəsilə, oxuduğu Qurani Kərimlər vasitəsilə onun qəlbinə bir mərhəmət gəlir, necə ki bütün insanların qəlbinə bir rəhimlilik gəlir və o insanlar arasında ünsiyyətin yaranmasına, eyni zamanda o mənfi alışqanlıqlarından və mənfi vərdişlərindən, xətalarından uzaqlaşma imkanı yaradır. Ona görə Ramazan ayı hər birimizin qəlbində bir ümid ayıdır. Bu mənada Peyğəmbər s.ə.v nə deyir? Deyir ki, Ramazan ayına çatıb da Ramazan ayını haqqı ilə yaşayan və oruçlarını da gözəl bir şəkildə tutan bir insan tərtəmiz şəkildə bu aydan çıxar. Bu aydan günahlarını təmizlənmiş şəkildə çıxar. Bu mənada Ramazan ayı bizə nə verdi? Təmizlənə bilmə, günahlarımızdan azad ola bilmə, doğru yola düşə bilmə, istiqamətlənmə imkanını, fürsətini verdiyinə görə bəli, Ramazan ayı bir ümid ayıdır. Olsun, ümid elə bir şeydir ki, ümid əslində görmədiyin bir şeyin
həyata keçəcəyini düşünməkdir. Yəni ümid eləmək odur, düzdürmü? Yəni eyni zamanda biz həm ibadətlərimizdə, həm dualarımızda belə bir ümid var deyə dua edirik. Yəni əgər ümid yoxdursa sənin daxilində, o şuura, o düşüncəyə sahib deyilsənsə, dua etməyə də ehtiyac yoxdur. Və ya bir ümid etmirsənsə ki, bir yaradan var, bir yaradıcı var, bir Rəbbim var, ibadət etməyə də ehtiyac olmur. Oruz da bir ibadətdir. Oruz da bir ümidin əslində bir təcəllisidir, ortaya çıxır. Yəni oruz tuturuq, ümid edirik. Yəni ümid edirik ki, həm bizi kamilləşdirir, həm şəxsiyyətimizi, həm ruhaniyyətimizi. Sualı belə qoysaq, oruzda, duada, ibadətdə bizim daxili şəxsiyyətimizi kəşf etməyimizdə hansı rolları oynayır və özümüzü inkişaf üçün bizə nələri vermiş olur? Bəqərə surəsinin 183-cü ayətində Allah-u Teala bizdən əvvəlki qövmlərə əmr etdiyi kimi bizlərə də oruc ibadətini əmr edir. Yəni vacib buyurur, farz edir. Və başqa bir Bəqərə surəsinin məsələn 153-cü ayətində isə Allah-u Teala səbr və namazla Allahdan kömək istəyin, həqiqətən Allah səbr edənlərlədir. Bir insan heç bir zaman həyatda ümidini itirməməsi lazımdır. Və bu ümidini də ən çox gücləndiyi zaman da Ramazan ayıdır. Peyğəmbər s.ə.v Ramazanda tutulan oruca nə deyir? Deyir, bu bir qalxandır, yəni sipərdir. Biz qalxanı nə üçün istifadə edirik? Özümüzü müdafiə etmək üçün. Sipər nədir? Gələ biləcək bir maniyənin qarşısını almaq üçün, bir təhlükənin qarşısını almaq üçün. Əslində bizim digər aylarda etmiş olduğumuz xətalardan özümüzü qoruya biləcəyimiz bir sipərə, bir qalxana malik oluruq Ramazan ayında. Yəni tutalım, hər zaman o mənfiliklər içərisində əzilən bir insan bu ayda onun orucu vasitəsilə, tutduğu oruclar vasitəsilə, etdiyi ibadətlər vasitəsilə artıq onu qoruyan, onu müdafiə edən, onu bu xətalardan uzaqlaşdıran bir qalxanının, sipərinin olduğunu, ümidi ona bir nə verir? Güc, qüvvət verir. Özünə ümid verir. Özünə inam verir. Nikbinlik gəlir insana. Bu mənada, bilirsiniz, məsələn, İnsan düşünək ki, ailə üzvləri ilə münasibəti yaxşı deyil. Amma Ramazan ayı vasitəsilə, tutulan oruclar vasitəsilə, verilən iftarlar vasitəsilə, o qohumlarıyla, ya biz məsələn də deyə bilər ki, məni tutalım valideynlərim sildilər. Və yaxud da mənim gözümdə artıq qardaşım, bacım artıq yoxdular. Dilimizdə demiş olsaq belə, amma Ramazan ayı vasitəsilə İçimizə bir rəhimlilik gəlir, bir mərhəmət gəlir, bir qohumluq, valideyn, bacı, qardaş duyğuları yenidən cücərir və hər şeyi bir kənara qoyub, ona görə ki, biz bəlkə də bir ibadət əsnasında təzdən rastlaşa bilərik, bir iftar süfrəsində rastlaşa bilərik, aramızdakı o buzları nə edə bilərik? Əridə bilərik. Artıq bizim aramızdakı münasibətlər bir daha bərpa olmayacaq dediyimiz insanlarla nə oluruq? Yaxınlaşırıq. Və yaxud da hər birimizin həyatımızda mənfi vərdişlərimiz var, alışqanlıqlarımız var. Məsələn, çox insana biz rast gəlmişik, deyir ki, mən bəlkə də ölsəm də bu alışqanlığımdan, mənfi alışqanlığımdan vaz keçə bilmərəm. Amma baxdıq ki, həmən o insanlar, bunu deyən insanlar Ramazan ayında o vərdişlərini etmirlər. Demək ki, nədir? Bu insanın iradəsi var. Bu insan nəfsinə qarşı mübarizə apara bilmə qabiliyyətinə malikdir. Ramazan ayında bunu edə bilmirsə, yəni bunu o vərdişlərindən uzaq ola bilirsə, Allahın ona verdiyi güc, qüvvət sayəsində, tutduğu oruç sayəsində, oxuduğu Quran-ı Kərim sayəsində, etdiyi dualar sayəsində özündə bir iradə görüb, o alışqanlığından uzaqlaşa bilirsə, demək ki, onda o iradə var. O iradəni nə etməsi lazımdır? Ramazandan sonra da davam etdirməsi lazımdır və nəfsinə qalib gələ bilmə, nəfsinin o arzu və istəklərindən yavaş-yavaş uzaqlaşması lazımdır. Yəni, mən
ömrü boyu bundan uzaqlaşa bilmərəm deyən insan Ramazanda bunu edə bilirsə, demək ki, o ümidini nə etməlidir? İtirməməsi lazımdır. Nəticə etibarilə oruc nəfsi tərbiyə edir. Dua qəlbi möhkəmləndirir. İbadət isə insanı Allaha bağlayaraq ona mənəvi dayaq verir. Yəni biz bu saydığımız orucu da, duanı da, ibadəti də Ramazan ayında ən yüksək səviyyədə yaşayırıq. Demək ki, bu aydan, bu fürsətdən istifadə edib içimizdəki o ümidi də yenidən düzəltməmiz lazımdır. O nəfsimizə qarşı apara biləcəyimiz mübarizəni də möhkəmləndirməmiz lazımdır. Bəli. Müsəlman söz etibarı ilə təslim olan deməkdir. Müsəlman öz Rəbbinə təslim olur, amma eyni zamanda müsəlman təslim olmayan da deməkdir. Nəyə təslim olmayan? Rəbbinə təslim olaraq Rəbbindən başqa heç niyə təslim olmayan. Yəni, əgər bir çətinlik görürsə, o çətinliyə təslim olmur. Çünki deyir ki, mənim Rəbbim var təslim olduğum. Yəni, müsəlman dağ boyda dərdi görüb, təslim olan insan deyil. Dağ boyda dərdin qarşısında dayanıb, mənim hər şeydən böyük Rəbbim var, bu dərddən də, bu bəladan da üzaq çıxa bilərəm, deyir. Bu mənada Qurani Kərim və Peyğəmbər sünnəsində, Peyğəmbər hədislərində ümidsizliklə bağlı, bir müsəlmanın bir çətinlik qarşısında təslim olmaqla bağlı nələr var, hansı tövsiyələr var, hansı istiqamətlərə yönləndirir həm Qurani Kərim, həm də Peyğəmbər sünnəsi bizi? Əlbəttə, Qurani Kərimdə və Peyğəmbər s.ə.v-in həyatında bədbinliyə qapılıb, həyatdan əlini, ətəyini, ümidini üzmüş insanların həyata qazandırılması yönündə çoxlu ayətlər və hədis şəriflər var. Məsələn, Həzrət Yaqubun dili ilə Allah-u Teala Yusuf surəsində belə buyurur ki, Allahın rəhmətindən yalnız kafirlər ümidini üzər. Biz müsəlmanların Allahın yardımından ümidimizi üzmə şansımız yoxdur. Biz ümid üzməməliyik. Biz yenə də bizi var edən, bizi yoxdan yaradan Allaha hər zaman ümidvar olmamız lazımdır. Ona arxayın olmamız lazımdır. Başqa bir Zümər surəsinin 53-cü ayətində isə ey mənim günahlarında həddi aşmış qullarım, Allahın rəhmətindən ümidinizi kəsməyin, deyir Allah-u Teala. Şübhəsiz ki, Allah bütün günahları bağışlayandır. Peyğəmbər s.ə.v-in həyatına baxdığımızda isə mən Peyğəmbər s.ə.v belə bir hədis şərifi var. Əgər qiyamət qoparkən birinizin əlində bir fidan varsa və gücünüz çatırsa, onu əkin. Baxın, yəni qiyamət qopur, dünya dağılır, aləm bir-birinə deyib. Amma Peyğəmbər s.ə.v deyir ki, əgər gücünüz çatırsa və əlinizdə də bir fidan varsa, onu əkin. Bu nə deməkdir? Gələcəklə əlaqədar heç bir insan həyatı boyu və heç vaxt bədbin düşünməməsi lazımdır. Hər zaman nikbin olması lazımdır. Hər zaman axtarışlarda olması lazımdır. Yəni, siz çox gözəl dediniz ki, Allah-u Teala ilə olan bağlarımız bu ayda daha da möhkəmlənir və biz bir var ümidimizi hər zaman Allaha bağlayırıq. Allaha təslim oluruq və eyni zamanda müsəlman demək, eyni zamanda nəfsin arzu və istəklərinə də təslim olmayan deməkdir. Yəni, bir tərəfə %100 təslim olub, o bir tərəfə isə %100 mübarizə apara bilmə qabiliyyətinə, imkanlarına, gücünə, qüvvəsinə, mənəvi gücünə malik olan bir insandan bəhs olunur burada. Bu mənada, məsələn, mən birdən-bir ağlıma bu fikir gəldi. Bugün cəmiyyətimizdə baxırıq ki, gənclərimiz və ya da insanlar tutalım, iş axtarırlar, tapa bilmirlər. Ümidlərini üzürlər. Deyirlər ki, mən hara getdim, bütün qapılar mənim üzümə bağlıdır. Sanki belə düşünürlər ki, mənim bəxtim yoxdur, mənim şansım yoxdur, mənim həyatım düz gətirmir və mənim üzümə bütün qapılar bağlıdır. Amma o bağlı qapıların bağlı olmasının səbəbini bir anlıq belə oturub düşündükləri zaman, əgər özlərində çatışmayan hər hansı bir xüsusiyyətdirsə, hər hansı bir qabiliyyətdirsə, hər hansı bir bilikdirsə, onları özünə qazandırmaq üçün heç bir addım atmır.
Amma hər hansı bir işi öyrənirsə, hər hansı bir biliyi öyrənirsə, ondan sonra gedib axtaranda görür ki, qapılar açıldı, imkanlar var imiş. Amma onun bu imkana çata bilməməsinin səbəbi qarşıdan deyil, onun özündən asılıymış. Bu insan nə olur? Həyata bağı yenidən möhkəmlənir. Yaşama həvəsi, yaşama arzusu, mübarizə aparma istəyi yenidən başlayır. Peyğəmbər s.ə.v də bu mənada yəni müsəlmanların düşdükləri ən çətin anda belə hər zaman ümmətinə nəyi tövsiyə eləyir? Allaha yönəlməyi, Allaha ibadət etməyi, Allahdan istəməyi, dua etməyi ki, biz bunların hamısını normal həyatımızda yaşamış olsaq da, amma Ramazan ayında xüsusilə bunların dərəcəsi qat-baqat nə olur? Daha da çox olur. Və demək olar ki, nədir? Ramazan ayında biz həyata olan bağlılığımız, həyata olan nikbinliyimiz, yaşama əzmimiz, yaratma əzmimiz, yəni düzəltmə, nəyəsə malik olma əzmimiz daha da nə olur? Artır. Bu mənada mən hər zaman Peyğəmbər s.ə.v-in o hədis-i şərifini, əgər qiyamət qoparsa, əlində bir fidan olan bir insan gücü çatarsa, onu əksin hədisi mənə hər zaman stimul olur. Və yaxud da ki, məsələn, İnşirah surəsinin 5-ci, 6-cı ayətində Allah Teala buyurur ki, həqiqətən hər çətinliklə bərabər bir nə vardır? Asanlıq vardır. Yəni, insan hər zaman yadında saxlaması lazımdır ki, hər çətinliyin, hər qaranlığın, hər ümidsizliyin arxasında bir asanlıq, bir aydınlıq, bir işıqlıq, bir fərahlıq və bir ümid vardır. Günəş hər zaman doğacaq. Bunu hər zaman insan ağlından çıxarmaması lazımdır. Doğru. Abbas müəllim, ümumiyyətlə vaxt olur ki, istənilən bir insan bir çətinlik qarşısında bir yes halına, bir ümidsizliyə bu və ya digər formada qısa müddətli olsa da düşə bilir. Bəli. Bu insanlıq halıdır. Yəni insanın motivasiyası birdən aşağı enir, birdən yuxarı qalxır. Çünki bu dünya yaşanan həyatın özü sadəcə düz xətt üzrə davam etmir. Enişlər var, yoxuşlar var. Enişlərdə bəzən ümidsiz olur insan, yoxuşlara qalxdığın zaman biraz çətinlik olur. Amma nəticə itibarilə, yəni müsəlmanın üzərinə düşən əsas vəzifə qeyd etdiyiniz kimi heç bir zaman Allahdan ümidi kəsməməkdir. Yəni Allahdan ümidi kəsmək inancımıza xələl gətirər, imanımıza xələl gətirər əslində. Yəni bir ümidsizlik demək Rəbbinə qarşı hər hansısa bir imani bir zəiflik deməkdir, tərəddüd vardır deməkdir. Ramazan ayının içərisindəyik. Ramazan ayda bir fürsət ayıdır. Hər yaxşı əməllər üçün, yaxşı davranışlarımız üçün ümidini itirən, az olsa da ümidini itirən bir müsəlman Ramazan ayında hansı davranışlarla ruhunu dirildə bilər? Baxın, çox gözəl qeyd etdiniz ki, Eldar müəllim, yəni elə bir insan yoxdur ki, həyatında bir anlıq da olsun, bir neçə saatlıq da olsun, bir neçə günlük də olsun, ümidini itirməmiş olsun. Bunu hər birimiz həyatımızda yaşamışıq. Yəni bu mənada İslam tarixinə də baxdığımızda necə ki Bədir döyüşündə müsəlmanlar özlərindən sayca çox olan insanlara qalib gəldilərsə, bunun sevincini yaşadılarsa, Uhud döyüşündə verdikləri şəhidlərin gördükləri zaman içlərində bir ümidsizlik, bir biz nə xəta etdik ki, harda xəta etdik ki, belə bir halı yaşadıq, duyğularını, düşüncələrini içlərindən keçirmişdilər. Amma Allah Teala hər bir halda biz müsəlmanlara qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar əmrini bildirir Rəd surəsinin 28-ci ayətində. Yəni bu halı hər birimiz yaşamamız insanlıq halıdır. Amma belə olan hallarda nə edəcəyik? Zikr edəcəyik Allahı. Zikir bir duadır, zikir eyni zamanda bir namazdır. Zikir insanın tənha qalıb Allahı ilə baş-başa söhbət etməsidir. Onu
düşünməsidir, onu qəlbindən keçirməsidir. Göz yaşlarını axıdaraq səmimi qəlbdən, içdən etdiyi bir duasıdır. Bu mənada Peyğəmbər s.ə.v də bütün bunları düşünərəkdən Allahım acizlikdən və kədərdən sənə sığınıram deyə buyurmuşdur. Ona görə ki, Peyğəmbər s.ə.v nə deyir? Mən Peyğəmbərlikdən əvvəl bir bəndəyəm, bir qulam, Allahın bəndəsiyəm. Mən də sizin kimi bir insanam. Yəni Peyğəmbər s.ə.v də öz daxilində bu cür acizliyi, ümidsizliyi yaşaya bilər. Və belə olan hallarda da Peyğəmbər s.ə.v əslində bir hədis olmaqla bərabər eyni zamanda Peyğəmbər s.ə.v bir duasıdır. Allahım, acizlikdən və kədərdən sənə sığınıram. Mənə, yəni belə halları yaşadığımda mənə kömək elə. Bu mənada qəlb yorulduqda ən güclü dərman səmimi bir səcdədir. Və Ramazan ayında da biz bu səcdələrimizin sayını daha da çoxaldırıq. Və üstünə üstəlik tutduğumuz oruclar, mənən saflaşdığımız bir günlərdə etdiyimiz bu səmimi səcdələr vasitəsilə Allaha daha da yaxınlaşırıq və duaların qəbul olunduğunun ən çox qəbul olunduğu nöqtələrdən birisi də, anlardan birisi də insanın səcdədəykən etdiyi dualarıdır. Bunların hamısını göz önündə tutan bir müsəlman Ramazan ayında ümidini heç bir zaman itirməməsi lazımdır. İtirən insanların da Ramazan ayı fürsətindən etdiyi ibadətlər, səcdələr, oxuduğu Quran-ı Kərimlər, tutduğu oruclar sayəsində bu saflaşma mühitində öz ümidinə yenidən qayıtması lazımdır. Məsələn, bəzən elə olur ki, başqalarına nikbin ol, bədbin olma, mübarizə apar desək də, amma özümüz öz içimizdə o halı yaşaya bilmirik. Gəlin bunu da etiraf eləyək. Yəni, bəzən nitqimizdə önümüzdə oturan insanlara nə qədər güc qüvvət, nə qədər motivasiya, nə qədər dəstək olmağa çalışsaq da, əslində bizim özümüzün də o hala ehtiyacımız var. Və mənə elə gəlir ki, Ramazanda cəmaatla qılınan o təravihlər, cəmaatla edilən o iftarlar ki var, o iftarlardan, təravihlərdən əvvəl və yaxud da sonra o bəlkə də günlərlə, həftələrlə, aylarladır görmədiyin dostları, qohumları, qardaşları gördüyün zaman bərabər iftar etmələrinlə, bərabər namaz qılmalarınla, bir-birimizə belə möhkəmcə sarılmalarımızla bir-birimizə o müsbət enerjini eləmiş oluruq, vermiş oluruq. Və bu mənada Ramazan ayında o ümidini itirən insanlar, bizlər də onların içərisində olmaqla bu ümidsizliyimizdən uzaqlaşmağa çalışmamız lazımdır. Bu ümidsizlikdən də bizi uzaqlaşdıracaq, yenə dediyim kimi tutduğumuz oruclar, oxuduğumuz Quran-ı Kərimlər, etdiyimiz zikirlər, qıldığımız namazlar vasitəsi olacaq. Bəli. Deyirlər ki, bir qapını vurmaq, döymək evdə birinin olmasını ümid etməkdir əslində. Bunu da bir bənzətmə edirlər, bir metafora edirlər bununla bağlı. Biz qapını döyməyimizi duaya bənzədirlər. İçəridə, yəni o qapıya cavab verəcək, o duaya cavab verəcək də bir Rəbbimizin olduğunu anlamaq da, bilmək də bir ümiddir əslində. Bəli. Yəni biz əl açırıq, dua ediriksə, yəni Rəbbimizdən gələn o cavaba ümid edirik. Rəbbimizdən gələn o dəstəyə, o gücə, o qüvvətə, o köməyə ümidimiz var deyə biz əl açırıq. Bu Ramazan ayında duaların ərşə yüksəldiyi, Rəbbimizin qatında ən çox duaların qəbul olunduğu, xüsusilə əvvəli rəhmət, ortası məğfirət, sonu cəhənnəm atəşindən qurtuluş olan bu Ramazan ayında cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır və bütün şeytanların da zəncirə vurulduğu bir ayın içərisindəyik. Xüsusilə ümidin məhz elə mövzumuz olan bu ümidin tüğyan etdiyi bir ayın içərisindəyik. Yəni bir müsəlman elə
ən yaxşı ümidi məhz bu ayda etməlidir deyə düşünürəm. Abbas müəllim, burada qazandığımız bu ümidi, yəni Ramazan ayında bir ümid duyğusunu qazandıq. Artıq bir şeylərə, yaxşıya doğru bir şeylərə ümid etməyi artıq özümüzə bir adət etdik. 30 gün içərisində, bir ay içərisində bu artıq bu adətdir. Bunu Ramazandan sonra qorumağın yolları nədir? Əlbəttə, bunun Ramazandan sonra da qorumağın yolu Ramazanda qazanmış olduğumuz müsbət xüsusiyyətləri, müsbət məziyyətləri, müsbət əlamətləri, müsbət cəhətlərimizi Ramazandan sonra da davam etdirməmizlə mümkündür. Bu mənada Hicr surəsinin 99-cu ayətində Allah Teala və sənə ölüm gələnə qədər Rəbbinə ibadət et. Əlbəttə ki, ən birinci ibadətlərimiz vasitəsilə. İbadətlərimizə davam edəriksə, bu halımız bizdə davam edəcəkdir. Yəni, qazandığımız müsbət cəhətlərimiz Ramazan bitdi, onunla da bitməməsi lazımdır. Proqramımızın əvvəlində dediyim kimi, Ramazan ayı bizə imkanlar, fürsətlər verir və bu imkanlar, bu fürsətlər sayəsində biz mənfi xüsusiyyətlərimizdən uzaqlaşırıqsa, müsbət xüsusiyyətlərimizi artırırıqsa, nəfsimizə qarşı mübarizə aparma imkanlarımız, gücümüz daha da möhkəmlənirsə, bu qabiliyyəti, bu imkanları, bu ümidi Ramazandan sonra da itirməməmiz lazımdır, davam etdirməmiz lazımdır. Bəlkə Ramazandakı qədər ibadət etməyəcəyik, bəlkə Ramazanda tutduğumuz qədər oruç tutmayacağıq, amma nə etmemiz lazımdır? O qazandığımız müsbət xüsusiyyətləri itirməmək adına o ibadətlərimizi az da olsa yerinə yetirməmiz lazımdır ki, o xüsusiyyətlərimiz bizdə davam etsin. Bu mənada Peyğəmbər s.ə.v nə buyurur? Deyir ki, Allah qatında ən sevimli əməl az da olsa davamlı olandır. Yəni, ibadətlərimizi davamlı şəkildə həyata keçirməmiz lazımdır. Dediyim kimi, Ramazanda olmasa, Ramazanda etdiyimiz qədər olmamış olsa belə, digər vaxtlarda onun azı qədər də olsa davam etdirməmiz lazımdır. Ramazan bitdi, hər şeyi büktük, qoyduq bir kənara, bir də gələn Ramazan gəlib çatanda yenə o dəftərləri yenidən açıb o ibadətlərə başlayacaqsa, bu əlbəttə olmaz. Bu mənada Ramazan ən böyük qazancı, Ramazan ayının mənim fikrimcə ən böyük qazancı dəyişmiş qəlbin ilin digər aylarında da yaşaya bilməsi üçün onu diri saxlamaqdır. Diri saxlamaq dedikdə, yəni əslində necədir? Ramazan bizə bir yol göstərdi. O yolun işlək qala bilməsi üçün, o yolun açıq qala bilməsi üçün isə o yolun qoruyub saxlaması üçün, yəni oranın tikan basmaması üçün, oranın keçilməz bir yol olmaması üçün isə mənim o yolda nə etməm lazımdır? Davamlı addımlar atmam lazımdır. O yolda davamlı gedib gəlməm lazımdır. Yəni Ramazan bizə bir fürsət verdi. Ramazan ayı bizə bir ümid verdi. Ramazan ayı bizim həyatımızda bir cığır açdı, bir yol açdı. O yolun keçilməz hala gəlməməsi üçün, açıq qala bilməsi üçün mənim arada sırada da olsa o yolda gedib gəlməm lazımdır. Mən buna bənzədirəm. Yəni ibadətlərimizi Ramazanda elədiyimiz qədər çox etməsək də, amma tamamən unudub bir kənara qoymamız lazımdır. Ramazandakı kimi hər gün oruç tutmamış olsaq da, amma nafilə oruçlara davam etməmiz lazımdır. Ramazanda mənən təmizlənib ac qalan insanların duyğularını, hisslərini, yaşantılarını hiss ediriksə, digər 11 ayda da o duyğuları, o hissləri yaşamamız lazımdır ki, Ramazanda qazandığımız xüsusiyyətlər Ramazandan sonra da neynəsin? Davam etsin. Ümid sonda ölür deyirlər Abbas müəllim. Sözün həqiqi mənasında, yəni bir insan üçün ümidin yox olması artıq sonun başlanğıcı deməkdir. Allah heç birimizə bu başlanğıcı yaşatmasın. Allah ümidimizi, yaxşıya doğru ümidimizi var eləsin və o varlığı hiss edən qullarından etsin, xüsusilə də bu mübarək Ramazan ayında. Sizə də öz təşəkkürümüzü bildiririk.
siz bizə və bizim izləyicilərimizə böyük ümid verdiniz. Sözün həqiqi mənasında istər bu Ramazan ayını gözəl ibadətlərlə keçirmək, ümidi qazanmaq üçün bir şans olduğunu hiss etmək və Ramazandan sonra da bu ümidi itirməmək üçün nələrə diqqət etməyi çox önəmli ana başlıqlarla bizə izah etmiş oldunuz. Dəyərli vaxtınızı bizə ayırdığınıza görə, bizimlə bərabər olduğunuza görə öz təşəkkürümüzü bildiririk Abbas müəllim. Ramazan ayınız bir daha mübarək olsun. Allah bütün ibadətlərinizi, dualarınızı öz uca dərgahında qəbul eləsin. Sağ olun, var olun deyirəm sizə. Mən təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Bəli, əziz izləyicilərimiz, növbəti bir Ramazanla diriliş proqramının sonuna gəldik. Son olaraq, ümid qəlbdə yanan bir işıqdır. Bəzən kiçik küləklərlə sönmüş kimi görünə bilər, ancaq tamamilə yox olmaz. Ramazan bu işığı oyanmağa çağırır. İnsanın ruhunu qaranlıqdan çıxarır. Daxili səsini eşitməyə vadar edir. İnsanın ruhu, insanın ümidinə toxunduqca yenidən dirilir. Zəifliklər və qorxular arxada qalır. Oruc yalnız azlığı deyil, daxili boşluqları da doldurur. Dua insanı Allaha yaxınlaşdırır. Paylaşım isə başqasının acısını da hiss etməyə, həmrəy olmağa imkan verir. Hər iftar, hər sədəqə, hər xoş söz insanın itirdiyi ümidini geri qaytarır. Ruhunu canlandırır və ona gələcəyə baxmaq üçün güc verir. Ramazan insanın qəlbində sönmüş ümidləri işıqlandıran, onu yenidən dirildən bir aydır. Sağ olun, sağlıqla qalın.